Salam hörmətli izləyicilər. Fatmayda villanın fasadında tarsovka, termağla işləri görülüb. Artıq işlər yekunlaşmışdır. Fasadda çatlar bərpa olunub, termoizolyasiya ilə matalanıb, tarsovka vurulub, tarsovka məhsulundan birbaşa silikonlu astar vurulub, astar boya və sonra silikonlu boya işləri görülüb. Həmçinin fasadda travertin daşdan da istifadə olunub, biz sizə yaxından göstəririk. Hasarlarda da həmçinin tarsovka işləri görülüb, biz sizə yaxından teksturasını göstəririk. Evin sağ tərəfində də tarsovka, termağla işləri görülüb. Tarsovkanın silikonlu boyasından istifadə olunub. Tarsovka məhsulunun özünün teksturasını biz sizə göstəririk. Belə bir formada teksturası var. Hasarların hamısı tarsovka məhsulundan vurulub. Buradan keçirik artıq evin sağ tərəfinə. Sol tərəfində həmçinin işlər yekunlaşmışdır. Siz də tarsovka işlərlə bağlı müraciət edə bilərsiniz.